Salam dəyərli şagirdlər. Bugün müxtəlif illərdə fərqli formalarda buraxılış imtahanına düşmüş oxşarlıq misalları tapacağıq. Deməli bizə deyir ki, üçbucaq ABC oxşardır üçbucaq A1 B1 C1. A B C A1 B1 C1. Bizə şərtdə verdiyi kimi AB 10, BC 16, A1 B1 x çıx 2, B1 C1 x üstəgəl 1. Bu şərtdə verildiyi kimi biz oxşarlıq əmsalına istifadə edəcəyik. Deməli, AB bölünsün A1 B1 bərabərdir BC bölünsün B1 C1 bərabərdir AC bölünsün A1 C1. O da bərabərdir K. Mütənasiblik əmsalına. Mütənasiblik əmsalına bərabər olduğuna görə biz verilən şərtlərə uyğun olaraq yaza bilərik. A1 B1 bərabərdir x çıx 2, B1 C1 bərabərdir x üstəgəl 1. Buradan da bu şərtə uyğun olaraq bunu 10K, bunu isə 16K formasında yaza bilərik. Gəlin yazaq. X çıx 2 bərabərdir 10K, x üstəgəl 1 bərabərdir 16K. Hər birindən x-i tapanda x bərabərdir 10K üstəgəl 2, x bərabərdir 16K çıx 1. Buradan hər bir x-i bir-birinə bərabər etdikdə yazırıq 10K üstəgəl 2 bərabərdir 16K çıx 1. Buradan da yazılır 6K bərabərdir 3, K bərabərdir 2-də 1. K-nı tapdıqda 2-də 1. K tapıldı, K bərabərdir 2-də 1. K-nı tapdıqdan sonra istədiyimiz bərabərlikdə istərsə burada gətirib yerinə qoyub misalımızı yenidən x-a görə tapacaq. Deməli, x bərabərdir 10K üstəgəl 2. K-nı bildiyimiz kimi 2-də 1 tapdıq. Bərabərdir 10 vurulsun 2-də 1 üstəgəl 2 bərabərdir. Yazırıq 5 üstəgəl 2. O da edir 7. Deməli, x bərabərdir 7-yə. Yazırıq x bərabərdir 7. Deməli, misalımızın cavabı 7 oldu. X bərabərdir 7.